Niyə görə bəzi insanların sualı var, bəzi insanların sualı yoxdur? Bu da dəhşətli bir şeydir. Bir var, mən bilmirəm, bilmirəm də bilmirəm. Bilməməyinin fərqində deyildi adam. Cəhli mürəkkəb. Bəli, dəhşətli bir cahillikdir bu. İki qat cahillik. Mən bilmirəm, sualsızam. Sualsız insan narahat deyil. Sualı olan insan narahatdır. Yeri göyü cırmaqlayır. Kitab axtarır. O içindəki o narahatlıqları, susuzluğu o kitabda tapır. Oxuyur, rahatlanır. Nə gözəl. Rahatlandım. Tapıldı dərdlərin birdən əlacı. Tapıldı dərdlərin birdən. O kitab ona o effekti yaradır. O gecə gen dünya mənə dar idi. Qəlbim sinəmi sancan arı idi. Yaxşı ki, ulduzlu göylər var idi. Ulduzlu göylərin altından keçdim. Tapıldı dərdlərin birdən əlacı. Mən oxuduğum kitabların bəzisində bu effekti alıram. İlahi, nə gözəldir. Adam elə bil oturub sənin içindəki sualları bilir və o suallara bir-bir cavab verir. Özə sənin başına sığal çəkə-çəkə. İndi deyəcəm o keyfiyyətli kitabın xüsusiyyətləri hansılardır. İndi yaxşı. Getdik, axtardıq. Məndə indi o suala mən cavab verə bilmədim ha. Daha doğrusu cavab vermədim. Niyə görə bəzi insanlarda sual var, gedirlər kitab oxuyurlar, bəzilərində yoxdur. Niyə? Onun min bir dənə səbəbi var. Min bir dənə səbəbi. Bizim bir müəllimimiz var, deyirdi ki, ola bilər oradan ağacın üstündən bir quş uçsun, səndə sual yaransın. Bir cavabı bu ola bilər. Sualsız insanlar müşahidə qabiliyyəti zəif olan insanlardır. O adam ki, müşahidə qabiliyyəti güclüdür onun, mümkün deyil ki, onda sual yaranmasın. Adam var, oturur maşında, başını saldır aşağı, telefonla oynayır. Adamda var, ora-bura baxır, şəhərə baxır. Orada binalar var, burada. Bu bina niyə burada tikilib? Artıq sual yarandı. Bu çox müşahidə qabiliyyəti güclü olan adamlar.